Əsbər öyrənmə tətbiqində müəllim kimi necə qeydiyyatdan keçmək olar? Öncə Aspire Learning Lab saytına daxil olursunuz. Qeydiyyat bölməsinə keçid edib gəlin başlayaq düyməsinə sıxırsınız. Açılan yeni səhifədə mən müəlliməmi seçib sonraki düyməsinə klikləyirsiniz. Fəaliyyət göstərdiyiniz ölkəni, dərs dediyiniz kurikumu seçirsiniz. Adınızı, telefon nömrənizi, e-poçtunuzu müvafiq xanaya yazıb şifrə təyin edirsiniz. Başlamaq düyməsini sıxdıqdan sonra mail adresinizə gələn təsdiq kodunu platformaya yazırsınız. Aspire öyrənmə tətbiqində qeydiyyat uğurla tamamlandı. Aspire öyrənmə tətbiqində rəqəmsal sinif otağı necə yaratmaq olar? Profilinizə daxil olub sinif otaqları düyməsinə klikləyirsiniz. Sinif otağı yaradan bölməsinə daxil olursunuz. Yaradacağınız sinif otağının adını, kurikumu, kateqoriyanı seçib kursu yazırsınız. Sinif otağı yaradın düyməsinə sıxırsınız. Aspire öyrənmə tətbiqində sinif otağı uğurla yaradıldı. Yaranmış rəqəmsal sinif otaqlarında necə ev tapşırığı əlavə etmək olar? Rəqəmsal sinif otağında sinif otağına daxil olaraq ev tapşırıq bölməsinə keçirsiniz. Yeni ev tapşırığı əlavə edin düyməsinə klikləyirsiniz. Başlıq bölməsinə ev tapşırığının mövzusunu, bitiş tarixini müvafiq xanaya yazıb, açıqlama hissəsinə xüsusi qeydiniz varsa yazırsınız. Təklif olunan istənilən tapşırığı seçirsiniz. Təqdim et düyməsinə klikləyirsiniz. Rəqəmsal sinif otağında ev tapşırığı yaradıldı. Öyrənmə tətbiqində təklif olunan tapşırıqlarla yanaşı, həm də müəllim tərəfindən testlər əlavə oluna bilər. Test düyməsinə klikləyib, yeni test əlavə etə daxil olursunuz. Ad, müddət yazıb, sual əlavə et düyməsinə klikləyirsiniz. Müvafiq xanaya sualı yazırsınız. Seçim hissəsində variantları yazıb doğru cavabı işarələyirsiniz. Testi yaradın düyməsinə klikləyirsiniz. Yaranmış sinif otaqlarını şagirdlərlə necə paylaşmaq olar? QR kod və link paylaşmaqla şagirdləri rəqəmsal sinif otaqlarına əlavə edə bilərsiniz.